Azərbaycanda ən çox siqaret çəkilən 10 rayon hansılardır? Azərbaycanda siqaretə xərclənən pul təhsilə ayrılan puldan çoxdur. Ölkəmizdə siqaret gündən-günə bahalaşır, ancaq çəkənlərin sayı azalmaq əvəzinə kəskin artır. Ortalama ailədə bir nəfər siqaret çəkirsə, gündəlik minimum 3-5 manat, aylıq isə təqribən 150 manat pul deməkdir. Rayonda, kənddə yaşayan kasıb bir ailə üçün bu rəqəm çox ciddi məbləğdir. Yaşa görə pensiya, sosial müavinət, yəni 220 manat alan ailə siqareti bu pulu necə xərcləyə bilir? Bəs qalan xərcləri necə ödəyirlər? Yerin Qulaq kanalı bu dəfə ən çox siqaret çəkən rayonları araşdırıb. Statistikaya əsasən, siqareti daha çox övladı olmayan kişi və qadınlar çəkirlər. Adam başına düşən hesablamaya görə, kənd yerlərində şəhərlərə nisbətən siqaret çəkənlər üstünlük təşkil edirlər. Əslində bədənə, maddiyyata ziyan olan siqareti niyə çəkirik? Və əlavə olaraq da əsəbləri sakitləşdirir deyə də bir fikir də deyilir. Ancaq təəssüflər ki, siqaretin sadəcə ziyanı var. Budur, ölkəmizdə ən çox siqaret çəkən 10 rayon. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. 10-cu yerdə Quba rayonu gəlir. Quba rayonu turizm potensialına baxmayaraq, kənd yerlərində yaşayan əhali üçün stabil gəlir imkanları məhduddur. Xüsusilə kənd təsərrüfatı ilə məşğul olan ailələrdə siqaret gündəlik xərclərin əsas maddələrindən biridir. Kənd mühitində siqaret çəkmək sosial normaya çevrildiyindən bu vərdiş nəsildən nəsilə ötürülür. Qubada son illərdə ən çox əhalisi azalan kəndlər qeydə alınıb. Qubanın dağ kəndlərində getdikcə gənclərin sayı azalır. Çünki müasir iş imkanları yoxdur. Qazancı olanlar isə ya şəhərə, ya da başqa digər ölkələrə gedirlər. Əhalisi 171.500 nəfərdir. 9-cu yer Zaqatala rayonu. Zaqatalada siqaret çəkənlərin sayının çox olmasının səbəblərindən biri ağır fiziki əməkdir. Kənd təsərrüfatı, fındıqçılıq və mövsümi işlərdə çalışan kişilər arasında siqaret istirahət vasitəsi kimi qəbul olunur. Eyni zamanda bölgədə gənclər arasında iş imkanlarının məhdudluğu psixoloji gərginliyi artırır. Rayonda pensiya məbləği də çox aşağıdır. 411 manat 47 qəpik təşkil edir. Yaşlılar üçün ən böyük problem tək qalmaqdır. Gənclərin böyük hissəsi Rusiyaya gedir. Bu səbəbdən rayonda sosial yükün böyük hissəsi yaşlıların üzərinə düşür. Zaqatalanın dağ kəndləri daha da çətindir. Həkimə, apteka, bazara çıxış uzun məsafələr tələb edir. 8-ci yerdə Xaçmaz rayonu gəlir. Xaçmaz Azərbaycanın böyük kənd təsərrüfatı rayonlarından biridir. Əhali sayı kifayət qədər çoxdur, amma işlərin böyük hissəsi mövsümidir. Gənclər arasında işsizlik və paytaxtda köç istəyi geniş yayılıb. Statistikaya görə, belə rayonlarda siqaret həm stres azaldan vasitə, həm də gündəlik həyatın bir parçası kimi qəbul olunur. Maraqlıdır ki, təhsilə ayrılan pul siqaret xərclərindən xeyli azdır. Əhalisi 175.005 nəfər təşkil edir, 66 kəndi var. Xüsusilə gənclər il boyu sabit maaşlı iş tapmaq üçün çətinlik çəkirlər və nəticədə paytaxt istiqamətinə axını güclənir. 7-ci yer Qax rayonu. Qax rayonunda siqaret istehlakı əsasən kənd yerlərində yüksəkdir. Rayonun dağlıq relyefi və məhdud sənaye imkanları səbəbindən əhali daha çox kənd təsərrüfatına bağlıdır. Maddi vəziyyət aşağı olsa da siqaret gündəlik xərclər siyahısından çıxarılmır. Bu da ailə büdcəsinə ciddi zərər vurur. Ölkədə ən az maaş alan rayon Qaxdır. Savadlı insanlar yetişdirmələri ilə seçilirlər. Turizm mövsümü olduğundan insanlar iş üçün Bakıya üstürlər. Kənd təsərrüfatı potensialı güclü rayondur, amma gəlir səviyyəsi çox vaxt kifayət etmir. Altıncı yer Qusar rayonu gəlir. Qusar rayonunda siqaret çəkmə göstəricilərinin yüksək olmasının əsas səbəblərindən biri mövsümi məşğulluqdur. Rayon əhalisinin böyük hissəsi kənd təsərrüfatı və mövsümi turizmə bağlı işləyir. İl boyu sabit gəlirin olmaması stresi artırır və bu, xüsusilə kişilər arasında siqaretə meyli gücləndirir. Kənd yerlərində siqaret həm də vərdiş və sosial davranış kimi qəbul olunur. Əhalinin ümumi sayı 110.000 nəfərə yaxındır. Rayonun 92 kəndi var. 5-ci yer Şəki rayonu. Şəki qədim və turistik şəhər olsa da, ətraf kəndlərdə sosial-iqtisadi vəziyyət o qədər də yaxşı deyil. Statistikaya əsasən, Şəki-Zaqatala zonasında siqaretə xərclənən vəsait, təhsilə ayrılan vəsaiti xeyli üstələyir. Burada siqaret həm vərdiş, həm də gündəlik həyatın ayrılmaz hissəsidir.
Şəki Azərbaycanın ən tanınmış turizm mərkəzlərindən biridir. Lakin turizmin yaratdığı gəlirin böyük hissəsi mövsümidir və hər kəsə çatmır. Rayonda pensiya məbləği də çox aşağıdır. 418 manat təşkil edir. Gənclərin ən böyük problemi iş tapa bilməməkdir. Bu da siqaretə olan meyli artırır. 4-cü yer Şamaxı rayonu. Şamaxı rayonu Dağlıq Şirvan bölgəsinə daxildir və bu bölgə siqaret istehlakına görə ölkədə ilk sıralardadır. Dövlət Statistika Komitəsinin məlumatına görə bu zonada adam başına düşən siqaret xərci təhsilə çəkilən xərclərdən təxminən 2 dəfə çoxdur. Əsas səbəblərdən biri gəlirlərin aşağı olması, sosial imkanların məhdud olmasıdır. Dağlıq Şirvan bölgəsində bir nəfərin ay ərzində siqaret üçün sərf etdiyi vəsait orta hesabla 6,3 manata bərabərdir. Bu məbləğ adam başına düşən orta aylıq istehlak xərclərinin 2,5%-ni təşkil edir. Bu bölgədə yaşayan insanların adam başına düşən aylıq təhsil xərci 3,1 manatdır ki, bu da ümumi istehlak xərclərinin 1,3%-nə bərabərdir. Rəqəmlər göz önündədir. 3-cü yer Qobustan rayonu. Qobustan Azərbaycanın ən az gəlirli rayonlarından biridir. İş yerlərinin azlığı, sənaye obyektlərinin yox dərəcəsində olması insanları həm maddi, həm psixoloji cəhətdən sıxır. Bu şəraitdə siqaret stresslə mübarizə vasitəsinə çevrilir. Paradoks ondan da ibarətdir ki, gəlir azaldıqca siqaretə ayrılan pul azalmaq əvəzinə artır. Əhalisi 50 min nəfərə yaxındır. Qobustanda hər 1000 nəfərdən bir ikisi boşanır. Bu baxımdan da rayon mənfi istiqamətdə reytinqlər siyahısındadır. Rayonda bir şəhər, bir qəsəbə olmaqla 31 kənd var. Rayonun böyük ərazisi quraq dağlıq zonadır. Yağış az, su qıtlığı isə daimi problemdir. Turizm isə əsasən muzey ətrafında cəmlənib. Kəndlərə təsiri yoxdur. Çox adam səhər tezdən çıxıb Bakıda işləyir, axşam qayıdır. İkinci yerdə İsmayıllı rayonu gəlir. Azərbaycanda ən təmiz havası olan rayonlardan biridir İsmayıllı. İsmayıllı rayonunda dağlıq ərazilərdə yaşayan əhali arasında siqaret çəkmə göstəriciləri yüksəkdir. Burada əsas problem daimi iş yerlərinin azlığıdır. İnsanlar günün böyük hissəsini fiziki işlə keçirdikləri üçün siqareti dincəlmə və vərdiş kimi qəbul edirlər. Statistikaya görə bu rayonda siqaretə çəkilən pul təhsil xərclərini xeyli qabaqlayır. Diqqət edirsinizsə, əksər rayonlarımızda təhsilə xərclənən pul siqaretə xərclənən puldan aşağıdır. Ümumilikdə ölkəmizdə siqareti ən çox istehlak edən təbəqə 50-59 yaş arası olan kişilərdir. Və birinci yer Azərbaycanda ən çox siqaret çəkilən rayon Ağsudur. Ağsu rayonu statistikalara görə Azərbaycanda siqaret istehlakının ən yüksək olduğu rayondur. Eyni zamanda da ən kasıb rayonlardan biridir. İş problemi yaşanır. Ən vacibi siqaretə xərclənən pul təhsilə xərclənən puldan burada da yüksəkdir. Təkcə bu fakt vərdiş yox, sosial problemin dərinliyini göstərir. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.